Azərbaycan yol açdıqdan sonra Türkiyə ilə Ermənistan yolunun açılmasına biz imkan yaratmalıyıq. Çünki bu vacibdir. Çünki Ermənistan cəmiyyətinin dəyişməsi üçün təkcə Azərbaycanın atdığı addımlar kifayət deyil. Türkiyənin də bu ərazidə müəyyən təsir imkanlarının artmasına çox böyük ehtiyac var. Birinci, mental olaraq erməninin indi son 200 ildən ağıllı bir lideri gəlibdir. Erməni xalqını böyük Ermənistan xəstəliyindən qurtarır. Ermənistanı öz ərazi hüdudlarına gətirir. Ağıllı bir liderdir. Baxır ki, Məcara xalqı çox böyük fəlakətə aparır. Bizdə də o Məcara düşünən insanlar var. Bütöv Azərbaycan, müəyyən şey, biz də vaxtilə o ideyaları daşımışıq. Amma bugünkü reallığa baxanda görürsən ki, hər hansı bir Məcara sonradan bir siyasi ideolojik kursa çevriləndə xalq xəstələnməyə başlayır, cəmiyyət xəstələnməyə başlayır, onun alüdəsi olur, reallıqdan uzaqlaşır. Necə ki, bir reallıqdan uzaq adam həyatda illüziyaların hesabına özünün real imkanlarını itirir, gələ biləcəyi nöqtəyə gəlmir və sonra da ruh xəstəsinə çevrilir. Əslində, erməni xalqı bu xəstəliyə yoluxmuş vəziyyətlərdir. Bizdə də müəyyən bu cür düşünən insanları anlatmalıyıq ki, bir folklorda olar, şeirdə olar, ədəbiyyatda olar, amma siyasətdə hər hansı bir bu formada boyundan hündür tullanmaq barədə düşünmək, səndən daha hündürlər başından elə basır ki, sən o ayağa qalxanmazsan. Biz ayağa ancaq qalxmışıq, ancaq dövlət qurmuşuq, iki imperiyanın arasında sıxışaraq. İkisinin də ərazimizə iddiası var, ikisinin də ərazimizə xor baxışı var. Və bunun müqabilində biz ağıllı, düşünən, sağduyulu insanlar bunu cəmiyyətimizə anlatmalıyıq. Ermənistanın o düşdüyü xəstəliyin fəsadlarını biz özümüzdə də hiss eləyib, bu fəsaddan özümüzü qorumalıyıq. Fazil müəllim, çox təşəkkür edirəm.